Bismillahirrahmanirrahim. Mehriban ve bağışlayan Allah'ın adıyla ve yadıyla. Siz aziz yoldaşlara, sırdaşlara selam arz edirəm. Bizim milli irfandan Təbrizdə bir sıra bəhslərimiz olurdu. Mən çox fəxrliyəm, çox fəxr duyuram buna görə ki, Fərhəngiyan danışgahında birinci insan oldum ki 1394-cü ildə Məsnəvini türkcə orada şərh edirdim. Öğrencilerimiz, danışıcılarımız gəlirdilər və o kilasdan Məsnəvinin türkcə tərcümələrindən, təfsirindən yararlanırdılar, ləzzət aparırdılar. Ona görə mən belə düşünürdüm ki, hər halda Mevlana demək olar bir türk, arif, həkim, müslüman olaraq bu insan Bəlxidə anadan olaraq və gəlib Səlcuq dövrəsində Konyada qalıb və o türkün düşüncəsini və məfkurəsini daşıyaraq baxmayaraq ki, Məsnəvini ya Şəms divanını, məkatibi, fihi mafihi tacik ya fars dilində yer aldır. Ona görə ki, əgər biz İslam təməddününə baxsaq, görürük ki, İslam təməddünü 3 dənə dil ilə inkişaf edir. Yəni biri ərəb dilidir ki, məna və mərifət ona yükləyirlər və görürük ki, böyük alimlər ərəb dili ilə yazırlar. Kaşqərli Mahmud o zaman ki istəyir türk dilinin gücünü çəksin meydana, Divanul Lüğatı da ərəbcə yazır. Ya birdən görürsünüz ki, Farabi əsərlərini ərəbcə yazır. Ya İbn Sina görürsünüz ki, ərəbcə yazır Söhrəvərdi və demək olar ki, Zəməxşəri, Kəşşafdan, bunlar bütün türk müslüman alimlərimiz, həkimlərimiz olublar ki, İslamı sevmək üçün o mərifəti, o hikməti, o fəlsəfəni və məna düşüncəsini, qavramlarını ərəb dilində tökürdülər və o qalibdə yayırdılar. İkinci dil türk diliydi. Türk dili divansalari, hökmdarlıq diliyirdi və bu dil demək olar ki, necə qaydalar, necə siyasəti yönətmək, hökmranlıq qurmaq, törə burada nədir, yasa nədir, bunları açıqlamaq, ordunun adları hərənin öz yerində olmaq, demək olar maliyyatı almaq və bunların hamısını bunlar türk dilində qabağa aparırdılar. Üçüncü dil ki, əylənmək üçün, demək olar nağıl demək üçün və gecələr oturub o nağıldan ləzzət aparmaq üçün ondan bəhrə aparırdılar. Tazik ya tacik ya demək olar farsı dilidir. Tacikdən qabaq ki, o dil demək olar dəri dilidir. Yəni bu dil İslamdan qabaq əlbət yoxdur. Türk dərbarlarda bu dil yaranır. Bu dilin 2 dənə qaynağı olur demək olar. Biri türk dili, biri ərəb dili olur. Siz baxsaz görürsünüz ki, o qədimi mətnlərdə də baxanda orada demək olar ki, ərəb kəlmələri və türk kəlmələri bu dəri dilin içində nə qədər işlənibdir. Hər halda bu dil getdikcə gəlir, bizim bir sıra
şairlərimizdə Ənvərdən tut, Sənayidən tut, Əttardan, Mövlanadan, Sədidən, Hafizdən yavaş-yavaş yontalır və özünə bir yer açır və o da demək olar şeir dilidir. Ona görədir ki, Mövlana gəlir bu dildən yararlanır. Əlbət Mövlananın türkü divanı ki, rübaiyat olaraq işdə vardı, o yayılıbdır. Əlbət ki, Mövlananın Məsnəvidə, Şəms divanında nə qədər türkü kələmələr ki, onu işlədir orada. Və bundan ən üstün budur ki, Mövlana demək olar türkün məfkurəsini və düşüncəsini daşıyır. Yəni o əqlaniyyətə sahibdir. Axı hər dilin özünə bir əqlaniyyəti var. Ona görə biz bu aləmdə mütəkəssir əqlaniyyətlərlə üzbəüzük. Buna görə ki, mütəkəssir dillərlə üzbəüzük. Yəni kəsirul əlsinə bir toplumla biz üzbəüzük. Hər yerdə ki bir dil var, orada onun özəl bir əqlaniyyəti vardır. O əqlaniyyətin də özünə görə bir sıra müəllifələri vardır. Türk dilinin özünün əqlaniyyətinə görə bir sıra müəllifələri vardır ki, biz bunları açıqlamışıq. Orada təsahül var, təsamuh var, özgələri keçindirmək var, özgə dinlərə, özgə dillərə yol vermək var, etidalı düşünmək var, ədalətə sığınmaq var, zülmünə qarşı-qarşıya getmək var. Bu demək olar ki, türk dilinin o əqlaniyyətindən qaynaqlanan bir müəllifələrdirlər. Hər halda mən gönlüm istəyir ki, bu məsnəvini türkcə şərh eləyəm və təfsir eləyəm və sizinlə bu təfsiri paylaşam. Çalışacağım, buna vaxt ayıram. Biz o seçkilərdən qabaq bu işi görürdük Təbrizdə, Yaxçıyan məhəlləsində. Xanım Eynəxahi idi, xanım Süleymani idi və bir sıra əziz dostlarımızdılar ki, bunlar o Mərkəzi Səlamətdə yığışırdılar. Mən gedirdim ora, məsnəvini orada, mən bunlara türkcə şərh edirdim. O şərhin də səsini biz Instagramda, YouTube'da qoyurduq. Xoş, məsnəvinin birinci dəftərindən biz başlamışdıq. Yəni, o birinci dəftərindən demək olar, neçə nağılı mən şərh etmişdim, təfsir etmişdim. Onu biz YouTube'da yükləmişdik. O Şahla Qaravaş nağılını qurtarmışdıq. O Tutinin nağılını qurtarmışdıq. Ondan sonra gəlmişdik bir nağıla ki, bir şahdan hekayət eləyirdi ki, bir cüvüt ya yəhud bir şah idi ki, bu istəyirdi ki, Məsihiyyət aləmində təfrəqə yaratsın, onları parçalasın. Ona görə bu nağıl demək olar ki, çox önəmli bir nağıldır. Hələ biz o nağılı qurtarmamışdıq. Ondan da neçə beytlər oxumuşduq, gəlmişdik qabağa. Ki, bir cüvüt şah bu qərara gəlir ki, Məsihiyyət aləmini parçalamaq üçün bir dənə vəzirini demək olar ki, casus adı ilə göndərsin bu məsihlərin içinə və orada bir ali səviyyədə bir papa, bir keşişə çönsün, orada fərqli amuzələr yaratsın, fərqli dərslər versin, tumarlar çıxasın və hər firqəyə bir söz desin. Bunlarda neynəsin? Fərqli düşüncələr, fərqli baxışlar yaratsın. Bəlkə onlar o təfrəqə ilə, o ayrılmaqla bir-birlərinin canına düşüb, bir-birlərini neynəsinlər? Qırsınlar. Biz 517-ci beytə qədər, demək olar, ya 515-ci beytə qədər, demək olar gəlmişdik, oxumuşduq və şərh edirdik. Tərcümədə mən Ustad Heydər Əbbasidən barışmaz ki, Allah ona can sağlığı versin.
onun tərcümələrindən bəhrə aparıram. Olmayan yerdə də bu cürəti özümə verib bəzi kəlmələri orada təsərrüf edib və orada dəyişirəm. Hər halda indi gönlüm istəyir ki, o nağılı sizinlə bir az qabağa aparaq və oxuyaq. Çalışacağım ki, hər həftə ya 10 gündən bir sizinlə belə bir video paylaşam. Bu video əlbəttə demək olar ki, 45 dəqiqə, bəlkə 50 dəqiqə oldu. Bunun 5-6-10 dəqiqəsinə kimi biz Instagramda yükləyəcəyik. Ardısını siz YouTube kanalımızda orada qulaq asa bilərsiniz. Amma səsini də elə Telegramda qoyacağıq. O əzizlər ki, istəyirlər təkcə səsinə qulaq assınlar, oradan bəhrə aparsınlar. Xoş, yetişirik 515-ci beytə. Orada deyir ki, hər koca quşi بود از وی چشم شد، هر کجا سنگی بود از وی یشم شد. Hər yerdə ki qulaq var idi, o qulaq oldu, göz oldu. Hər yerdə ki daş var idi, o daş neynədi? Yəşm oldu. Yəni bir bahalı demək olar, daşa çöndü. Nəğməsindən kar qulaqlar oldu göz, daş dönübdür yəşmə, karlar qandı söz. Bunu hardan başlayır? Niyə gəlir? Demək olar Mevlana burada buna işarət edir. Buna görə ki, istəyir desin ki, qulaq nə qədər önəmi var. Bir düzgün qulaq ola və istəyə eşidə, bu nə işlər görə bilər. Qabaqçı beytlərində deyirdi ki, canı dil ra taqət ancuş نیست. با که گویم در جهان یک گوش نیست. خب kiminlə deyəcəm ki, mən bir qulaq axtarıram. O qulaq sözləri eşitməlidir. Ona görədir ki, Məsnəvidə elə 5 növ ilə eşidilən başlayır və qulağa çox önəm verirdi. خب کیمیاساز است، چه بود کیمیا؟ معجزه بخش است، چه بود سیمیا؟ deyir ki, o kimya düzəldəndir. Kimya nədir? Kimya möcüzə bağışlayandır. Simiya nədir? Bunlar qədim bir sıra elmlər idilər də. Qədim alimlər dedilər ki, kimiyadır, simiyadır, limiyadır. Bunlar bir sıra elmlərdirlər. Kimya demək olar o elm idi ki, eləyə bilirdi o aşağı səviyyədə olan dəmirləri aparsın, birdən qızıla çevirsin və bu elmin dalısıca çox getdilər. Bilinmədi ki, alimlər buna əl tapdılar ya tapanmadılar, qədim alimlər. Buna xub kimya deyidilər. Simiya da demək olar bir elm idi ki, İbn Xəldun gətirir də ki, o bir növ telesm idi. Deyir ki, telesmi ədadıdır. Yəni ədədlərin, sayların bir gücünə əl tapırdılar. Bu ədədlərlə, saylarla eləyə bilirdilər ki, bu maddi aləmdə bir para təsərrüflər eləsinlər. Yəni əgər demək olar sayı baxımından aləmdə bir təsərrüflər olurdu ya kəramətlər olurdu, onun adını neynidilər? Simya qoyurdular. Kimyagərdir, nədir xud kimya? Möcüzə eylər, nədir xud simya? این ثنا گفتن ز ما ترک ثناست، کین دلیل هستی و هستی خطاست. Biz axı deyir ki, burada bu o Məsnəvinin dərin beytlərindəndir. Mevlana istəyir desin ki, elə biz həmin ki məbudumuzu və məşuqumuzu istəyirik tərifləyək və bunun sənasını deyək,
bu sən onu demək və tərifləmək özü elə tərifdən çıxmaqdır. Tərifsizlikdir. Niyə? Bəran ki, sən deyir, vaxtı ki, onu tərif eləyirsən, təmcid eləyirsən və onu təsbih eləyirsən, sən orada özünə bir dənə varlıq qazanırsan. O varlıq sənin varlığın, onun o varlığının qabağında bir dənə xətadır. Sən öz varlığını, onun varlığına demək olar sifrə zərb eləməlisən. Və bu həman fənadır ki, bizim ariflərimiz ondan danışırdılar ki, biz öz varlığımızı onun varlığında düşünməliyik, təhcə özümüzə bu aləmdə bağımsız bir varlıq axtarmamalıyıq, qazanmamalıyıq. Burada istəyir Mevlana onu gəlsin. İnsana gفتن زما tərk sənaz. Bu səna demək, səna üçlük dəyənəndir da. Yəni tərif eləmək, təmcid eləmək. Bu zema tərk sənaz. Elə bir məsələn sənanı və həmd və sənanı tərk eləyirsən. Kim dəlili həsti yox. Yəni bu səna və tərif və təmcid eləmək bir demək olar kanıtdır, bir dəlildir ki, sən öz varlığına gətirirsən və həsti xətas. Və bu nə mənədir? Bu varlıq düz deyil. Bu varlıq o varlığın qabağında oxumamalıdır. Şükrü tərk etməkdir, qılsam şükür mən. Yəni şükrü tərk etməkdir, qılsam şükür mən. Şükür qılsam məndə məndir şükür edən. Şükür edən. Bu demək olar ki, sən şükür elədikcə özünə burada bir varlıq qazanırsan ki, Mevlana deyir ki, o varlığın qabağında bu varlıq oxumamalıdır və oxumaz. پیش هست او بباید نیست شد. İndi o beyti açıqlayır. 518-ci beytidəyik, birinci dəftərdən. پیش هست او بباید نیست شد. چیست هستی پیش او کور و کبود. O Allah'a qeydir. Onun varlığının qabağında sən gərək yox olasan. Çist həsti pişi o kur و kəbud. Kur و kəbud yəni dəyərsiz, heşzad. Onun varlığının qabağında bir belə varlıq, evrən, bunlar bir sayı dəllər, bir yerə yığışmaz. Biz nəyik ta vardır o, yox dana, yox. Varlığın da var desək, varlıqdır o. Xoş, o demək nə mənədir? Bütün varlıq ondan anlam tapır. Gər nəbudi کور از او بگداختی گرمی خورشید را بشناختی. Sen kör olmasaydın, خب از او بگداختی یعنی əriyərdin, əpriyərdin, gərmiyə xurşid ra beşnaxti. Axı Tanrı bir günəşdir. O günəş nurdur, o günəş istilikdir, o hərarətdir, həlavətdir. Sən onun hər zaman dadmalısan, onun istiliyini, nurunu almalısan, öz canıva da onu yaymalısan. Əgər sən kör olmasaydın, bunu bilərdin. Olmasaydı kör, əgər qaynardı o, istisin şaxlı günün anlardı o. Bu bir şeyler var ki, bir şeyleri görmür. Yoksa o istini bu dada bilərdi. Vər nəbudi o kəbud az təəziyyət. Keyf osurdi həmçö yəx in nahiyyət. Əgər o demək olar o kəbud olmasaydı, buz kimin niyə donurdu bu?
bu o günəşin qabağında bu buz gərək ərimiş olardı və nə mənə idi? Onun qabağında bu o istiliği dadmalıydı və bu istiliği düşünməli. Bizim bəzi ərəb şairlərimizdə də vardı ki, bu insan öz varlığını demək olar o bütün varlığın qabağında yox görməsini orada da görmək olar. Deyir ki, "Əzə qultu ma əznəbtu qalət mucibətən vücudukə zəmbun la yuqasu bihi zəmbun." Sənin bütün varlığın o varlığın qabağında elə bir dənə günahdır ki, sən demək olar ki, bunu gərək imanın ola, buna gərək iqanın ola və sən neyniyəsən, biləsən ki, sənin varlığın hardan gəlibdir, hardan başlayıbdır. Ona görə Mevlana istir desin ki, bizlər eynilə bir o günəşdən bir əşəyək bu aləmdə. Ora həmişə biz aslanmışıq. Öz bağımlılığımız demək olar oradan alınır. Ona çox fərqli nağıllarla da Məsnəvidə neyniyir, gətirir. O bir də məsələn Əyazın o çarğı ki var idi. Əyaz bir böyük yerə çatmışdı da Məhmud Qəznəvinin yanında. Bir yol bu otağına bir dənə köhnə çarıq qoymuşdu. Hər zaman gedəndə otağı bağlayardı, gedərdi o çarığın yanına. Bir gün deyirlər ki, gedək görək bu təhniyə gedir, bu otağa baxır. Görürlər ki, oturub o çarıqla orada neyniyir, danışır. Xoş, deyirlər, niyə bu işi görsən? Deyirdi, babam, mən bütün varlığım bu çarıqla məna tapırdı. Mən bu çarıqla böyümüşdüm. Mən istəyirəm öz kökümü biləm, özümü itirməyəm, özüm azmayam, çaşmayam. Biləm ki, hardan hara gəlib çatmışam. Bazgərdən qisse-i eşq-i əyaz, kan yeki gənciست malamal raz. 5-ci dəftərdə gətirir. Diyor, mirəvəd hər ruz در حجره bərin ta bebinəd çarıqi ba pustin. Gedirdi orada o çarığının bir dəri var idi. Onu neyniydi, görürdü və hər zaman onun qabağında neyniyirdi, baş əyirdi, deyirdi ki, mənim varlığım buradan alınıbdır, mən bunlarla məni tapmışam. Təziyyət də ki, orada işlətdik, əzadır da, yəni çün əzada demək olar qərə paltar geyilirdi. O qərə paltarda da cəmaət çox qəmli, əfsürdə görüşürdülər. Vərnəbudi o kəbud az təziyyət, bu insan əzadan qərə paltar geyib və qəmli olmasaydı, keyf osurdi həmçə yəx innahiyyət. Nəcür ola bilirdi ki, bu insan buz kimin burada neynirdi, donurdu. Xoş, gəlir bir yol, yetişir 521-ci beytə. Mevlana gəlir, ona yetişir. Deyir ki, همچو شه نادان و غافل بود وزیر پنجه میزد با قدیم بی‌نظیر. O vəzir ki, o işlər ki görmüşdü, təfrəqələr ki salmışdı, kulli riyazət çəhdi, 12 firqəni yığdı ora, hərəsinə bir cürə ixtiyarı, cəbri, təqdiri, bu kəlamı bəhsləri mənilədi ki, məniləri fərqli idi və özünü də öldürdü və o tumarra da verdi bu 12 dənə firqənin əlinə. Yol, indi Mevlana özünü saxlayanmır. Çünki Mevlana o təfriqənin qabağında istəyir dayansın. Əzizlər, təfriqə çox pisdir. Yaxşı, yəni o ki, İslam aləminin belini bükübdür, bura kimi bir kələmədə desək, öyle təfriqədir. Fərriq təsud. Ərəbi məsələdir də, təfriqə sal, ağalıq eləcəklə. Bu, İngilislərin, mason dünyasının həmişə demək olar ki, planları olubdur İslam aləminə. Hər cürə bu işləri görüblər.
O Həmferin siz romanını, xatirasını məsələn oxusaz, o bir dənə casusdur, orada görərsiniz ki, bu insan nə qədər gəlir, zəhmət çəkir İslam aləmini parçalamaq üçün, Osmanlı hakimiyyətinə girir filan eləyir. Orada demək olar ki, elə ki bu işləri görür, deyirlər ki, Muhammed ibn Abdülvəhhab əslən o çıxaldır İslam aləmində işlər görür. Düşüncələri ki, Allah'a vardı, Peyğəmbərə vardı, dinin o usullarına vardı, nübüvvətdən, məaddan və Peyğəmbərimizə baxışıqdan ki, bunların hamısına neyirdi? Fərqli qəraətlər çıxaldıb verirdi bir sıra mallaların əlinə və deyirdi ki, siz bunları mənabirdə deyin filan edin. Hər halda bu insan gedir, bir də məsələn Osmanlı məscidlərində namazları görür, deyir ki, mən çox təəssüf yeyirəm ki, məmur olmuşam ki, gələm bu İslam aləmini dağıdam, amma bu məscidlərdə bu nəzmi ki var, bu təmizliyi ki var, bu təavuni ki, müsəlmanlar bir-birlərini eləyirlər, bir-birlərinə yardım olurlar, buna mənim çox təəssüfüm gəlir ki, mən bunu istəyirəm, neyniyəm, aradan götürəm. Sonra deyir ki, bu bir dənə şeytani fikirdir ha, mən buradan uzaq gəzməliyəm. Mənim özümə görə bir məmuriyyətim var. Bu məmuriyyəti görəndən sonra ki, apar İngilisin Vizarət Umur Xaricəsinə, orada buna deyirlər ki, sənə tay 20.000 nəfərə kimi biz adam göndərmişik İslam aləminə ki, onları bu cür parçalasın. Və demək olar ki, heç biriniz də bizi heç tanımırsınız. Bunlar belə planlar qoşublar, təfrəqə salmaq və o da Mövlananı orada incidirdi, o nağılda onu gətirir, o təfrəqəni nəqd edir. Amma bir dənə bizim təfərrüq varımızdır ki, təfrəqə ilə fərqlidir. Təfərrüq yəni fərqi tapmaq. Təfrəqə yəni fərqi salmaq. Təfərrüq çox yaxşıdır, təfrəqə çox pisdir. Təfərrüq demək olar, yəni bir millət, bir qovm, bir dənə etnik, bir insan, o birisi millətlə, o birisi qovmla, o birisi etniklə, o birisi insanlarla fərqlidir. Bu fərqliyə qail olmaq təfərrüqdur ki, Quran buna barmaq qoyur. Bunu onaylayır, bunu vurğulayır ki, biz bu təfərrüqa qailik. Niyə? Çünki təfərrüq yol açır istedada, yol açır istehqaqa. Yəni, siz təfərrüqlə eləyə bilirsiniz, istehqaqa çatasınız. Yəni, təfərrüqdur ki, gəlir, hüququn qabağını açır, siz haqq ilə davrana bilirsiniz, haqlarınızı mütalibə eləyə bilirsiniz. Yəni, o ki, demək olar, İslami düşüncədə və Quran düşüncəsində haqq qapısını bizə açır, təfərrüq düşüncəsidir, tənəvvü düşüncəsidir. O bizə açır ki, biz deyək ki, biz bir millətik ki, fərqli bizim hüquqlara, istehqaqlara ehtiyacımız var. Yəni, fərqli istehqaqlarımız vardır ki, fərqli hüquqlar da istəyirik, demək olar. Bu təfərrüqdən qaynaqlanır. Çox müstəhsən və çox yaxşı bir demək olar düşüncədir. Amma təfrəqə əlbəttə ki, şeytani və masoni və pis bir düşüncədir. Biz ondan uzaq gəzməliyik. İndi Mövlana istəyir gəlsin, burada buna işarə eləsin. Deyir ki, həmço şəh nadan و غافل بود وزیر پنجه میزد با قدیم بی‌نظیر. O vəzir nə mənə idi? Eyni o şah kimi cahil idi, qafil idi və pəncə çəkirdi qədimi binəzirə. Qədim Allahın sifətlərindəndir. Binəzir taysız. Qədim deyirlər ki, huvəl-ləzi la əvvələ ləhu və la axirə ləh. Qədim odur ki, nə onun əvvəli var, nə axırı var. Bir dənə sifətlərdən ki, bizim mütəkəllimlərimiz onu Allaha müttəsif eləyiblər, qədim sifətidir. Hər halda şah kimi qanmaz idi qafil vəzir, həqlə durdu üz-üzə cahil
وزیر. با چنان قادر خدایی که از عدم، صد چو عالم هست گرداند به دم. خب hansı tanrı ilə, hansı qədimlə bu istirdi pənciyə qoysun bu vəzir. Balçunan qadir xudayı ki az ədəm, o tanrı ki gücü var idi. İnnəllahə qadirun əla kulli şeyin. Yaxşı. Xub, bu hər şeyə gücü var idi. Kəz ədəm səd çu aləm həst gərdanət bedəm. Ədəmdən bir dəm ilə, bir nəfəs ilə eləyə bilirdi yüzlərini varlığa təhsin gəlsin. Az ədəmha suy həsti hər zaman həst ya Rəb karvan der karvan. Məsnəvinin ayrı yerindədir. Biz kulli yevmin huve fi şənin mənası Quranda budur ki, hər ləhzə biz ədəmdən varlıqlara təkrik gətirik. Yoxluqları biz varlıq eləyirik hər zaman. Odur bizim şənimiz hər zaman. Hər zaman biz yaratmaqdayıq. Hər zaman biz yenilikdəyik. Ona görə hansı ilə gəlirdin sən pənciyə qoyurdun? Onunla yoxdan icad eləyən Tanrı ilə kim əstirib aləmlərə kondan nəsim kon fəyəkun. Ol, oldu. Baxçı, bu Quranın öz ayətidir. Əstirib aləmlərə kondan nəsim, o kon fəyəkun bir nəsim kimin ki aləmlərə neyniyibdir? Əstiribdir. Ona görədir ki, bir sıra bizim alimlərimiz və həkimlərimiz bu etiqaddadırlar ki, ədəm demək olar məhz yoxluq deyil. Yəni biz ədəmi deyək ki, tamamilə bu yoxluq anlamını daşıyır. Bizim o həkimlərimiz bu düşüncəyə bəziləri çatmırlar. Ədəm kələməsi Quranda gəlmir. Yəni bir demək olar ki, Qurani kələmə deyil bu. Amma fəlsəfədə, bizim kəlamımızda bu gəlir. Tərifində də deyirlər ki, əl-mə'dumu la yuxbəru ən. Mədum odur ki, ondan xəbər verilmir. Xub, gəlirik o birisi beytlərimizə 523-cü beytə. Səd çu aləm در nəzər peyda کند. Bu nəsimdən, o dəmdən Mevlana istir danışsın ki, Tanrının bir dəmi vardı, bir nəfəsi vardı ki, o nəfəslə eləyə bilir evrəndə yaşayış yaratsın və bunları ədəm aləmindən köçürsün vücud aləminə. Səd çu aləm در نظر پیدا کند چون که چشمت را به خود بینا کند. Yüzlər aləmi bir baxışla eləyə bilir varlığa gəlsin, varlıq bağışlasın. Çünki çeşmet را به خود بینا کند. O zaman ki sənin gözünü açdı ki, sən özlüyü görəsən, özvə baxasan, özünü tanıyasan, o zaman sən eləyə bilərsən bunu düşünəsən. Ona görə bizim özlüyümüzü tanımaq, yəni xodşinasımız demək olar bir ön girişdir tanrışınaslıqda. Biz özlüyümüzü tanıyanda demək olar tanrışınaslığımıza da ayaq basırıq və ona sarı gedir. Bir tərsə düşüncə bizim içimizdə yayılıbdır. O da budur ki, özü nə lazımdır sən tanıyırsan. Elə get Tanrıyı tanıcınan. Bir belə də kitablarda şap-başap yazırlar. Uşaqlarımız bu kitablardan
çəkinirlər, oxuyanmırlar, tiskinirlər. Buna görə ki, bu tərsə düşüncəni biz düzəltməliyik. Yəni biz öz təlim-i tərbiyyət, öyrətim sahəsində demək olar ki, biz ən birincisi özümüzə qeydməliyik. Yəni insanın o gizlin açılarından, düşüncələrindən, fəlsəfədən, hikmətdən, əxlaqdan, irfandan, siyasətdən, rəvanşinasi, psixolojidən, memaridən, hünərdən, musiqidən, bütün bu açıları biz insanın aşmalıyıq və insanı yaxşı tanıtdırmalıyıq. Bu tanıtdırmağın əsasında da bizim tanrışünaslığımız neyəcəkdir? Başda demək olar düzələcəkdir. Ona görə Mevlana da deyir, çünki çəşmət ra be xud bina kunə. Sən o zaman ki gözün açılmaya özü görəsən, özgələri də tərsə görəcəksən. Yəni, birincisi budur ki, sən özü düz görməlisən. Biz özümüzü düz görməliyik və özümüzü düz görsək özümüzü tapmalıyıq, özümüzü tanımalıyıq. Xoş, gözünü həqq eyləsə, həqqi görən, yüz belə aləm görərsən sən sevən. Dünya görsənsə əgər dipsiz böyük, zərrədir qüdrət yanında boş köpük. Bu da o ikinci beytidir ki gətirir. Gər cahan pişət buzurg o bibonist, bibon, bon yəni kökdə. Əgər bu aləm sənin gözündə böyükdür, kökü olmayandır, kəransızdır, həddi hesabı yoxdursa, sınırsız bir aləmlə üzbəyüzsən, piş-i qudrət zərre-i midan kenist. O gücün qabağında bilginən ki, bu aləm bir dənə zərrə qədər bunun yeri yoxdursa, demək, bəlkə də desək və düz desək, deyir ki, zərrədən də o gücün qabağında bu aləm aşağıdadır. Dünya görsənsə əgər dipsiz böyük, əgər sən dünyanı dipsiz və böyük görürsənsə, zərrədir qüdrət yanında boş köpük. Bir dənə boş köpük ki, suyun üzündədir bu aləm, o gücün və o demək olar qüdrətin qabağında bir boş köpük kimindir gətiribdir. Xoş, 525-ci, 26-cı beytə gəlirik. İncehan خود حبس جانهای شماست هین روید آن سو که صحرای شماست. خب istəyir Mevlana desin ki, bu aləm, bu cahan burada hiss aləmləndir, hiss aləmi. Xod həbs canhay şuma. Hiss aləmi sizin canlarınızın həbsindədir. Yəni onun dustaqlarındadır. Orada zindana düşübdür. Hiss aləmi sizin canınızın həbslərindədir. Məhbus sizin canlarınız hissilər. Hinrəvid ansu. Ansu yəni məqulata sarı gəlin. Hissidən durun gəlin məqulata sarı. Orada ki səhra-i şumaست. Orada çöldür, bayırdır, açıqlıqdır. Demək olar, orada onu görə bilərsiniz. Bir hissidən əqlə, məhsusdan məqulata keçməyi və geniş bir səviyyə və baxışığa neynir Mevlana bizi dəvət edir. Elmidən əqlə, elmidən fəlsəfiyə köçməyi burada neynir? Sizə deyir, istəyirsiniz ki, bir açıq bir çöl, bayırlı bir düşüncəyə sahib olasınız. Deyir, gəlin ansu. Ansu fəlsəfədir. این جهان محدود و آن خود بی حد است. Bu aləm
həddi var, bu aləmin sınırı var. Amma o Tanrı hədsizdir, sınırsızdır. Nəqş-ü surət pişə-ən mə'ni səd است. Siz nə mənə burada surətlər, mənilər yaraldırsınız. O mənanın qabağında bir dənə səd yaradırsınız. Hər nə danışırsınız, hər nə sözünüz var, hər nəyə əl tapırsınız, hər nə çalışırsınız ki, ondan bir təsvir yaraldasınız, o təsvir elə bir dənə səddədir sizin anlamınızın qabağında. Onların hamısından vaz keçməlisiniz. Onların hamısından tamamilə keçməlisiniz. Gördüyün dünya canın zindanıdır. Lik o tay can rəxşinin meydanıdır. Var sınır dünyada, orada yox qəmin. Səddidir məna önündə, görkəmin. Səddidir məna önündə, mənanın üzbəüzündə, qabağında nə mənədir? O bir dənə səddidir və demək olar ki, sınırdır. 527-ci beytə gəlirik. Səd hezaran neyzə Fir'aun را در شکست از موسی با یک عصا. صد هزاران طب جالینوس بود پیش عیسی و دمش افسوس بود. صد هزاران دفتر اشعار بود پیش حرف امیش آر بود. Bu istəyir ki, o aləmdə və demək olar bu aləmin güclərini cətsin neynəsin, demək olar ki, bir tərəziyə qoysun, görsün ki, bunu nə cür eləyə bilər ki, demək olar bir müqayisədən keçirtsin. Deyir ki, Fir'aun bir maddi gücə sahib idi, ordusu var idi, bunun neyzəsi var idi, gücü var idi, kaxı var idi, hər nə. Amma bu bir Musanın bir çəliyi ilə hamısı bada getdi. O güc, o aləmdən gəldi, bu böyüklükdə güc bu aləmin yeyir, dağıdır. Çox bu Mevlana'nın sözüdür da, istəyir desin ki, mənada güclər var ki, siz ona sığınmalısınız. Səd hezaran təbb Calinus بود. Xub Calinus bir dənə həkim və təbib olaraq çoxlu eləyə bilirdi ki, nüxuşları dərman eləsin. Amma bu İsa'nın qabağında, piş-i İsa və dəməş əfsus bu, İsa'nın və onun nəfəsinin qabağında ki, eləyə bilirdi, ölünü diritsin, yəni quşu palçıqdan düzəldib, ona püflüyüb və o uçurdu və bunun möcüzələrindən sayılırdı. Əfsus bu, gülüncüydü, məsxərə sayılırdı Calinusun ey belə məharəti təbabətdə. Səd hezaran dəftəri əşar بود. Minlər, 100 minlər bəlkə divanlar var idi, şeirlər var idi. Ərəblərin içində o qədər güclü şairlər var idi ki, bunlar şeirlərini Kəbəyə asırdılar. Muəlləqat-ı səbə. Bir tərsə düşüncə bizim içimizdə budur ki, ərəblər savadsızdılar, ərəblərin ədəbləri yoxudur, mərifətləri yoxudur, elmləri yoxudur, hikmətləri yoxudur. Bunlar tərsə düşüncədirlər ki, şubiyyə və ümumiyyətdə demək olar ki, pan-İranistlər ya pan-farsistlər bizim içimizdə yayırlar və bir nifrət ərəblərdən bizim içimizdə yaraldırlar. Ərəblər İslamdan öncə ağır bir tarixə, ağır uyğarlığa və ədəbiyyata və demək olar ki, elmə və hikmətə və ticarətə bunlar malik idilər. Amma o ki, niyə bunlara cahil deyildilər? Cahil bunlar, buna görə ki, cəhlin bir mənisi ərəb ədəbiyyatında əxlaqsız idi. Yəni bunlar tez aşardılar, tez daşardılar, tez savaşardılar, tez cızıqdan çıxardılar və o Peyğəmbər də bunların içinə gəlirdi ki, demək olar ki, gəlsin onu, o odu, o əlovu bunların içində söndürsün və bunları savaşlardan qurtarsın. Gördüm, o Bəsus savaşında bir dənə at
yarışmada birinci gəlir, o birisi tayfa düşür bundan savaşa 12 il bunun üstündə bir-birlərindən savaşırlar ki, sənin atın niyə bu yarışmada birinci gəldi? Bu ərəblərin içində var idi. Xoş, buna görə Peyğəmbər gəlirdi ki, o bunların tez aşıb daşmasını o dərman eləsin bunların içində və bütün adamların içindəki tez aşırlar, daşırlar, həddən çıxırlar, cızıqdan çıxırlar, səbirləri yoxdur, əmn dünyasına çatmayıblar. O gəlirdi neynəsin, onları dərman eləsin. 100,000 dəftəri əş'ar بود پیش حرف امیش ağır بود. O Peyğəmbəri ki, ummidir, yəni demək olar ki, yazıb pozmağı bilmirdisə, onun qabağında bunlar hamısı baş əydilər, diz çökdülər və dedilər ki, bu Peyğəmbərin sözü olmamalıdır, bu sözlər ayrı yerdən gəlir. Bizim ərəblərin içində bir dənə Ləbid ibn Rəbiyə Amiri vardı, bir dənə şair idi, bir zaman müşrik şairlərdən idi ki, bunun müəlliqə Ləbid, o neçə müəlliqələrdən biri də bununkidir ki, asılıbdır da, o asılmışdı o Kəbəyə. Elə ki, o Bəqərə surəsinin baş ayələrini Peyğəmbər oxuyur, bu insan o qədr Peyğəmbərin o fəsahətinin etkisində qalır ki, deyir ki, mən bir şair olaraq, belə kələmələrə təsəllütüm olaraq, mən indi İslam gətirəm və bilirəm ki, bu kələmələr Həzrəti Muhamməddən sallallahu aleyhi və səlləmdən olmamalıdır. Bu, demək olar, ayrı bir aləmdən gəlir. İn məani rast az çərxinəhum, bi həmə taq و torum. Ki, Məsnəvinin ariyində gəlir. Bu 100,000 kələməsi ki, Məsnəvidə çox yerdə işlənir. 100,000 dam و دانه است ای خدا ما چو مرغان حریص بی‌نوا. Bu, demək olar ki, çoxluğa istəyir işarət eləsin. 100,000 فصل داند از علوم جان خود را می نداند آن ظلوم. 100,000 کیمیا حق آفرید کیمیایی همچو صبر آدم ندید. Bu demək olar ki, bir saydır ki, Mevlana istəyir oradan neynəsin, çoxunluğu və çoxluğu bizə çatdırsın. Yoxsa elə doğrudan 100,000 ki deyir, 100,000 burada bizim nəzərimizi ələ gətirmir. Xoş, mən istəyirəm ki, yavaş-yavaş yekunlaşdıram, yəni Məsnəvidən bəhsləri 530-cu beytin əvvəlinə qədər bağlayam. Ondan sonra sözün sonunu demək olar ki, eyni keçmişdəki olan bizim cələsələrimiz kimi xoşluram ki, Şəms divanına bir qəzəllə mən neyniyəm onu qurtaram. Axı Şəms divanı bizim demək olar ki, Təbriz məktəbinin ana qaynaqlarından sayılır. Yəni biz istəyək ki, Təbriz məktəbini tanıyaq, Şəms divanını biz oxumalıyıq. O yerdə ki, Mevlana Şəms ilə danışır, o yerdə ki, Təbriz ilə danışır, o yerdə ki, özündən danışır, bütünlüklə bizə Təbriz məktəbini açıqlayır. Kimdir o? Söylə kimdir o? Kim sinəmi qəmgin edir? Gər ağlasan, gər sıdqasan, çoxlu acım şirin edir. Vermiş ilanları selə inci gətirdi bu elə. Palçıq alır əldən ələ, simin edir, zərrin edir. O devləri də hur edir, qaranlıqlığı nur edir. Sən gözlünü kör eyləsən, ol çoru aləm bin edir. Zülmət yeri aydınladır, güldən gülab çəkmiş dadır. Dartıb ayaqdan xarını,
sən Çin gülü balın edir. Versə xəlilə ol odur, yandır deyir sırrın budur. Ateşdə görsə Nəmrudu, odu ona nəsrin edir. Ulduzlara nurun verən, biçarəyə çarə edən, ol bəndəyə ehsan edir, həm bəndəni təhsin edir. Mücrimlərin suçlarını tökdü xəzan yaprağı tək, düşmənlərinə caninin həm məzərət təlqin edir. Söylə de kim ya zəl-vəfa, eğfir li zənbin qəd həfa. Bu bir dənə demək olar duadır da, ey vəfa sahibi, günahlarımızı əff et cinə. Qol al açıb etsə dua, qol əl açıb etsə dua, ər gizlicə amin edir. Hər dəm dua etməkdədir, kim zövq versin durmadan, kim zövq onu şirin edir. Dadlı yemiş həm tin edir, yəni əncir edir. Bu zövqdur kim hər zaman güclü edir miskinləri. Zövq olmasa bizövqlük rüstəmləri miskin edir. Könlümü yolcu eləydim, durma yeyim get söylədim. Təbrizə göstərmiş vəfa eşqi Şəmsüddin edir. خب شمسالدین o vəfayı ki Təbrizdən almışdı, o vəfanı Mevlana'ya çatdırırdı. O vəfa ilə və o Təbriz düşüncəsi ilə Mevlana'da bir təbəddül əhval yaraldır və onun o əhvalını bununla neyniyir, dəyişir və Mevlana'nı tərsə düşüncələrdən qurtarır. Tanrıdan bollu sizə sağlıq arzulayıram. Bütün möminlərə, bütün müsəlmanlara, özəlliklə türk müsəlmanlara Tanrıdan bollu rizq, hikmət və elm və doğru və düzgün düşüncə istəyirəm. Sağ qalasınız, səlamət qalasınız, gələn görüşə qədər.